məcbur köçkü 200 manatdan nə çıxdı? Əsas iş yeri və ona görə də qaldı 3 manat. Aha. İndi gəlin bunun bir dənə də güzəştini seçək. Məsələn, seçək ki, bunun himayəsində 3 nəfər var. Bəli, seçirik. Bu zaman nə qədər olacaq? 1 manat 50 qəpik. Niyə? 50 manat qaldı. Çünki 400-dən çıxdıq 200-ü, çıxdıq 100-ü, sonra çıxdıq 50-ni. Və ona görə də 50 manatın 3 var. Əgər biz burada, baxmayaraq ki, bu güzəştlər var. Məsələn, sizdə işləyib məcbur köçkünlük himayəsində 3 var. Gətirsə təqdim edib. Amma əlavə iş yeridir. Əsas iş yeridir. Biz buranın xeyr seçsək, baxmayaraq ki, bu güzəştləri saxlayırıq. Burada nə qədər olacaq? Göstərməyim. Nə qədər olacaq? Xeyr seçdim. Nə olacaq? Heç bir güzəştə olmayacaq. Bəli, tətbiq edilməyəcək. Ancaq əsas iş yerində. Ona görə avtomatik olaraq nə qədər düşəcək? 3% gedəcək. 4 manatın 3%, verəcək 12 manat.